Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. Deməli, 13-19 iyul arasında gözləntiləri sizə çatdıracağam. Daha çox istirahətə, ötən həftə olduğu kimi istirahətə meyilli bir həftədir. Planetar quruluş o qədər də aktiv gündəm, aktiv fəaliyyət vəd eləmir. Yalnız əkin-biçin sahəsində, yəni kənd təsərrüfatı sahəsində, gəmiçilikdə, təyyarəçilikdə, bax belə gəmi və təyyarə nəqliyyatında çalışanlar üçün münasibdir. Bir də kənd təsərrüfatı ilə bağlı məsələlərdə daha münasib bir dönəmdir. Amma tutaq ki, ticarətdə, siyasi, iqtisadi məsələlərdə o qədər də fəaliyyətdə, şəhər fəaliyyəti, digər beyinlə bağlı, zehni fəaliyyətdə o qədər də aktiv gün deyil. Ona görə istəyərdim ki, kimin imkanı varsa istirahətə çıxsın. Qlobal bir hadisə də yoxdur, nəsə bir müharibə. İndi Rusiya-Ukrayna yüksələn, azalan xətt üzrə gedir, onu artıq proqnozlaşdırmağa ehtiyac yoxdur. Amma dünyanın digər yerlərində hər hansı bir yeni belə qarşı durma yoxdur. Kompromis daha çoxdur, nəinki qarşı durma. Ayrı-ayrı zodiak işarələrin proqnozları da belədir. Qoç bürcü. İşləriniz normal getsə də bu bədbin ovqatınıza hər hansı bir müsbət təsir göstərmir. Bunda səbəbini bilirsiniz. Çünki bu bədbinliyi istən özünüz yaradırsınız. Ona görə də bir anda hər yerdən təcrid olunub bir dünya ilə təkbətək qalma, özünüzlə təkbətək qalıb dünya haqqında düşüncələrinizi ortaya qoymalısınız. Təcrübəli adamlardan məsləhətləşmək, nə bilim, mübarək yerlərə getmək, bir sözdən o içinizdəki sıxıntıları bir kənara qoymaq üçün nə mümkündür eləməlisiniz. Probleminizin həllini də məmurlardan yox, Allahdan istəyin. Boğa bürcü. Risk etməyə lüzum yoxdur. Çünki hazırki durumunuz ifrat əsəbliyinizdən xəbər verir. İrsil başla isə hansısa uğura çatmaq absurddur. Amma ailə sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Ayın 15-də bəzi sürprizlərlə rastlaşacaqsınız. Əkizlər bürcü. Kifayət qədər düşərli zaman kəsiyi ilə keçəcəksiniz. Bu prosesi daha da ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Həftənin ən varlı zodiak işarəsi də məhz siz olacaqsınız. Ən azı 3 dəfə qazanmaq şansınız var. Yəqin ki, heç olmasa onun birindən istifadə edə biləcəksiniz. Qida və yuxu rejiminizə riayət eləyin. Aldığınız təkliflərə isə razılıq verməyə bu həftəlik tələsməyin. Xərçəng bürcü. Ətrafınızda mövcud olan dırnaqarası deyək, səbəbsiz gərginlikdən narahat olmayın. Ən az ona görə ki, ixtiyarınızda olan həftə ərzində sizi narahat edən əksər sahələrdə, qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Təbii olaraq həm də sizin bürc hakimidir, bunu bacaracaqsınız. Yalnız bazar ertəsi xırda mübahisələriniz mümkündür, yəni ayın 13-də. Şir bürcü. Həftənin ilk günlərində 13, 14, 15 iyul aralığında planetlərin bürcünüzdəki negativ təsiri bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əsl istirahət vaxtıdır. Yoxsa uğursuzluqlar ola bilər. Köhnə mübahisələrə, yaratmaz tərəfdaşlarla haqq hesab çürütməyə qayıtmayın. Yalnız böyük ideyalarınız barədə düşünün. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın. Qız bürcü. Narahatçılığa heç bir əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Həftənin ortalarında fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə ayın sonuna qədər maddi durumunuza müsbət təkan verəcək. Şənbə, bazar günlərini daha çox evdə keçirməyə, yaxud da qapalı bir yerdə keçirməyə çalışın. Tərəzi bürcü. Bərbaşdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir həftə düşüb. Belə ki, ayın 16-sına qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür. Əqrəb bürcü. Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Bu arada iş yerini dəyişmək fikrinə də düşməməlisiniz. Proseslərə neytral şəkildə yanaşmaqla gözlənilən təhlükələri dəf edə bilərsiniz. Həftənin ortalarında səhhətinizə fikir verin. Oxatan bürcü.
Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedikodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun. Astroloji göstəricilər səhhətinizə fikir verməyi məsləhət görür. Uzaq səfərləri isə bacardığınız qədər təxirə salın. Amma burada fərqli nüans odur ki, əgər səfərdəsinizsə, bir 10 günlük, 15 günlük səfərdəsinizsə, o problem deyil. Amma bu aralarda getmək biraz çətinlik yarada bilər. Oğlaq bürcü. Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki yeni həftənin elə ilk iş günündən bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın. 16-18 iyul aralığında yalan vədlər verməyin, yoxsa sonra başınız ağrıyacaq. Su tökən bürcü. İlk 3 günü, yəni ayın 15-nə qədər olan müddəti səbirlə başa vursanız, həftənin qalan günlərində hansısa xoşa gəlməzlik olmayacaq. Çünki ulduzlar bu arada şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə əzmkarlığınızı artırmağınız kifayətdir. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın. Ev mənzil təmirinə başlamaq üçün də yaxşı vaxtdır. Balıqlar bürcü. İstiyə dözümsüzlüyünüz biraz problem yarada bilər. Əgər vaxtında ölçü götürüb özünüzü istirahət güşələrinə başvursanız, yəni o güşələrinə vursanız, qalan məsələlərdə ciddi problemləriniz olmayacaq. Həftə ərzində yeni simmalarla tanış olacaqsınız ki, bu da gələcək işlərinizin sürətlənməsinə təkan verəcək. 14-16 iyul aralığında şəxsi büdcənizdə müəyyən artımlar da olmalıdır. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.